əsasən onların səsinə səs vermişəm. Təbii ki, bu ailəyə gələndə o qədər məyus olduq. Ailədə 5 uşaq var. Evin durumu ilə hər birinizi tanış edəcəm. Bilmirəm, belə bir zamanədə, belə bir yaşayış tərzi hər addım baş qarşıma çıxmır. Üzümü tuturam imişli cəmaatına. Hər kəsə üzümü tuturam. Bu imkanlıdır, bu imkansızdır, fərq etməz. Hər kəsə üzümü tuturam. Xahiş edirəm, bu ailənin yanında olan. Hər kəs büdcəsindən kiçik bir köməklik göstərərsə, bu uşaqların xatirinə, bu evin ən azından təmirinə bir dəstək vermiş olarıq. Qarşıdan qış gəlir, soyuq havalar başlayır. İndi evin vəziyyətinə baxanda görəcəksiniz ki, insan burada yayda yaşaya bilməz. Onda qalmış soyuq, qarlı qış havasında. Mən gücüm çatan qədəri etdim, gətirdim. O ananın istəyinə uyğun ki, mənim uşaqlarımın geyimləri yoxdur, paltarları yoxdur. Mən bunları elədim. Gücüm buna çatır. Və bir də gücüm çatdı ki, sizlərə müraciət edirəm. Sosial yardım alırsınız. Yox xanım, imkanım yoxdur. Elə olur, mən kimdən aşağıma durur. Elə sosial yardım, elə imkanı olmayanlar üçün nəzərdə tutulur. Üzr istəyirəm. Mən buradan o sosial yardımın təyinatı ilə bağlı məşğul olan insanlara deyirəm ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev xalqın rifahının yaxşılaşması üçün mütəmadi olaraq sərəncamlar imzalayır. Kasıb ailələrə sosial müavinətin verilməsidir. O sosial müavinət təyin olunarkən də elə məhz bu cür ailələr nəzərdə tutulub. Nədən bu cür